İmtahanda şagirdlərin ən çox qarışdırdığı sual nümunəsinin izahına baxacağıq. 140 ədədinin mürəkkəb olmayan bölənlərinin sayını tapın. Bunu sadə bölənlərin sayı ilə qarışdırırlar. Amma burada mürəkkəb olmayan deyirsə, sadə bölənin sayının üzərinə 1 gəlmək lazımdır. Çünki 1 burada nə sadədir, nə də mürəkkəb və 1 ədəddə gəlinir sadə bölənin üzərinə. Olur mürəkkəb olmayan bölənlərin sayı. Yəni biz 140 ədədini sadə vurulğlarına ayırsaq, 140 ədədini yazaram ki, 2 üssü 2 vurulsun 5 vurulsun 7. Burada görürəm ki, sadə bölənləri 2, 5, 7, yəni sadə bölən 3 ədəddir. Bunun üzərinə 1 gələrəm. Onlar mürəkkəb olmayan bölənlərin sayı, yəni mürəkkəb olmayan bölənlərin sayı da bərabər olar 4-ə. Burada cavab 4-dür. İkinci məsələdə isə 140 ədədinin mürəkkəb bölənlərinin sayını tapmaq lazımdır. İlk növbədə mürəkkəb bölənlərin sayı bərabərdir. Natural bölənlərin sayı çıxılsın mürəkkəb olmayan bölənlərin sayı. İndi natural bölənlərinin sayını tapaq. Düstura görə 140 ədədini 2 kvadratı vurulsun 5 üstü 1 vurulsun 7 üstü 1 yazırıq. Bunların üzərlərinə 1 gəlib hamısını bir-birinə vurmaq lazımdır. Yəni 2-nin üzərinə 1 gələn vurulsun 1 üzərinə gəlsin 1 vurulsun 1 üzərinə gəlsin 1 bərabərdir 12 edər. 140 ədədinin onda natural bölənlərinin sayı 12-dir. Mürəkkəb bölənlərin sayı onda bərabərdir. Natural bölənlərin sayında 12 tapdıq. Çıxılsın mürəkkəb olmayanların sayı. Mürəkkəb olmayanlarda burada 4 dənə tapdıq. Çıxılsın 4. Bərabər eləyir 8. Deməli, mürəkkəb bölənlərin sayı 8-dir.